Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avropa Birliyi ilə bağlı strateji hədəflərinə dair dolayı xəbərdarlıq edib. Today Press TV xəbər verir ki, Rusiya prezidenti Ermənistanın Avropa İttifaqına inteqrasiya planlarını xüsusi diqqət tələb edən məsələ kimi qiymətləndirir. Kremlin siyasi leksikonunda bu ifadə adətən Moskvanın prosesi yaxından izlədiyini və mümkün risklərə hazırlaşdığını göstərir. Putin mayın 9-da jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Rusiya Ermənistan xalqına fayda verəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırdır. Bununla yanaşı, o vurğulayıb ki, İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma planları xüsusi müzakirə tələb edir. Вот что касается планов Armeniya присоединиться к Евросоюзу. Ermənistanın Avropa İttifaqına qoşulma planlarına gəldikdə bu xüsusi diqqət tələb edir. Biz bunu baş nazir Paşinyanla dəfələrlə müzakirə etmişik və burada xüsusi bir şey görmürük. Əslində o bunu təsdiq edər. Mən ona artıq bir neçə dəfə demişəm və indi də ictimai şəkildə təkrar edə bilərəm. Biz erməni xalqına faydalı olan hər şeyi dəstəkləyirik. Армянскому народу. Вот мы сейчас переживаем все, что происходит на украинском направлении. Biz indi Ukrayna baş verənlərlə əlaqədar narahatıq. Bəs hər şey nədən başladı? Ukraynanın Avropa İttifaqına qoşulması və ya qoşulma cəhdi ilə başladı. Sonradan bütün bunlar dövlət çevrilişlər, Krım hadisələrinə, Ukraynanın cənub-şərqindəki hadisələrə və hərbi əməliyyatlara gətirib çıxardı. Məsələni ifrata çatdırmaq lazım deyil. Sadəcə vaxtında demək lazım idi ki, biz belə və belə edəcəyik. Hazırda xüsusi bir şey yoxdur. Hər şeyi hesablamaq lazımdır. Həm erməni tərəfindən, həm də biz tərəfdən hesablanması lazımdır. На армянской стороне надо посчитать, и нам посчитать. O, Ermənistanı yaxın perspektivdə Avrasiya İqtisadi İttifaqı və ya Avropa İttifaqı arasında strateji seçim etməyə çağırıb və bu məsələ ilə bağlı referendum keçirilməsini məntiqli addım kimi dəyərləndirib. Bəs sivil ayrılıq yoxsa Ukrayna ssenarisi? Rusiya prezidenti qeyd edib ki, əgər erməni xalqı Avropa İttifaqına inteqrasiyanı dəstəkləsə, bu halda Rusiya ilə sivil və qarşılıqlı faydalı ayrılıq prosesi başlaya bilər. Eyni zamanda o, Ukraynada baş verən hadisələrə işarə edərək Avropa İttifaqına yaxınlaşmanın ciddi geosiyasi nəticələr doğura biləcəyini dolayı şəkildə xatırladı. Putin həmçinin bildirib ki, Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi kimi fərqli gömrük və iqtisadi birliklərdə eyni vaxtda iştirak texniki və hüquqi baxımdan mümkün deyil. Kreml rəsmiləri Ermənistanın son dövrlərdə Avropa strukturları ilə əməkdaşlığını, xüsusilə Avropa Siyasi Birliyinin sammitlərində fəal iştirakını diqqətlə izləyir. Nikol Paşinyan hökumətinin qərbə inteqrasiya istiqamətində atdığı addımlar Moskva tərəfindən Cənubi Qafqazda təsir imkanlarının zəifləməsi kimi qiymətləndirilir. Rusiya rəsmiləri Ermənistanın suveren seçim hüququna hörmət etdiklərini bildirsələr də, bu qərarın iqtisadi və təhlükəsizlik sahələrində müəyyən nəticələr doğura biləcəyini açıq şəkildə ifadə edirlər. Ermənistanın Rusiya bazarından, enerji resurslarından və hərbi əməkdaşlıqdan hələ də ciddi asılılığı mövcuddur. Analitiklərin fikrincə, Kremlin istifadə etdiyi xüsusi diqqət ifadəsi artıq geosiyasi təzyiq elementlərinin aktivləşdiyini göstərir. Bəzi Rusiyalı ekspertlər bunu son xəbərdarlıq kimi dəyərləndirirlər. Ermənistanın Avropa İttifaqına yaxınlaşması regionda nüfuz uğrunda rəqabəti yeni və daha həssas mərhələyə keçirə bilər. Rusiya ilə münasibətlərin daha da soyuması halında İrəvana qarşı iqtisadi və siyasi təsir mexanizmlərinin işə salınması ehtimalı istisna edilmir. Bu isə Cənubi Qafqazda yeni geosiyasi balansın formalaşmasına səbəb ola bilər. Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan isə cavab olaraq bildirib ki, ölkə Avropa İttifaqı və
Avropa İqtisadi Birliyi arasında strateji seçimini uyğun vaxt yetişəndə edəcək. Bu açıqlama İrəvanın Qərblə əməkdaşlıq kursunu davam etdirmək niyyətini bir daha göstərir. Putinin mesajı kifayət qədər aydındır. Ermənistan strateji seçim etməlidir. Bu qərar isə təkcə Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcək siyasi və geosiyasi mənzərəsi üçün uzunmüddətli nəticələr doğura bilər. Jalə Rövşən, Namiq Abbasov, Today Press TV.